Qocaşlar, salamlayacaqsınız. Bugün PHP proqramlaşdırma dilində OOP dünyasına aid olan ən vacib, ən çox istifadə edəcəyiniz bir mövzudan danışmaq istəyirəm. Bugündən etibarən irsən klasslar üzərindən miras olaraq istər xassə, istərsə də metodlar ötürülə bilir. Bugünkü mövzumuz elə odur. Miras, İngilizcə inheritance. Bugünkü müasir, həqiqətən də ehtiyacı olan PHP proqramlaşdırma dilində gözəl layihələr yazmaq istəsənsə, özdə OOP dünyasında mümkün deyil ki, mirasa əl atmayasan. Belədir ki, inheritance in PHP getdik. Mən artıq redaktordayım və gəlin PHP dünyasına qərq olaq. OOP-də nələr varsa demək olar bilirəm. Metod nədir bilirəm, property nədir bilirəm, eyni zamanda construct'ı da öyrənmişəm, hər şey gözəldir. OOP dünyasının ilk addımı möhtəşəm idi, amma indi isə klasslar çoxluğu yaradacağım və irsi, miras olaraq ötürülə biləcək nələr varsa və necə klasslar bir-biri ilə bağlı olur, onu görmək istəyəcəm ən sadə formada. Və getdik. İstəyəcəm klass açar sözünə yönəlib iki sadə bir klass yaradım. Parent class və child class. Özə parent sözünü tək yazmayacağım çünki error alaram. Parent sözü rezerv sözdür PHP dilində. Ona görə yazacağım parent class. Gəlin belə də yazım. Özdə içinə hərəkət doldurmaq istəmirəm. Və bir də class yazıb child class deyə adlar verə bilərəm məntiqi olaraq bu iki klassıma. Məncə belə başlasaq daha gözəldir. Hətta child adında bir dəyişən yaradaq. Deyək ki, o da obyekt olsun. Elə child class'ın özünün gələcəkdə bu lazım olacaq deyə gəl indidən də yaradım. Niyə də yox? Gedək eyni zamanda browserda baxaq görək hər şeyi düzmü yazmışıq, error alırıqsa tez düzəldək. Möhtəşəm. Beləliklə iki klassım var, müstəqildir. İstəyərəm bu iki klass arası ilk birinci bağlantını qurum. Gördüyünüz kimi mənim artıq ən azı iki klassım var və iki klass varsa, bəli, deməli inheritance təşkil oluna bilir. Bəsdir ki, istənilən bir klassa, haradakı övlad klass olacaqsa və irsən hansısa başqa klassdan bir çox elementi istər, property istər metodu özündə əks etdirmək istəyəcəksə, onda mən həmin klassdan sonra, klass adından sonra yazıram extends, həmin bu açar sözü mənə imkan verəcək ki, extend sözü yazdımsa, adı gələcək klasa birbaşa irsən bağlanım və gəlin deyim ki, parent class, əla, bu qədər. Bax, belə də yazılır, indidən deyirəm. Mən PHP proqramlaşdırma dilində bir klass başqa bir klasa bağlanır və ondan çox da klassla bağlantı qura bilmir. Yəni, mənim ana klass övladım bir ədəd ola bilir. Extend sözü işlədirəmsə və beləliklə child class birbaşa parent classa bağlanıb və bu bağlantını hətta necə göstərim, irsən necə ötürülür, onu göstərmək istəyirəm. Məsələn, deyim ki, mən info adında gəlin property yaradım. Aydın məsələn ki, bunu bir public eləməliyəm və deyim ki, burada info adında bir xassə yaradıram və deyək ki, parent sözünü string olaraq infoya yazdım. Bu qədər. Amma fikir verin ki, child class'da heç nə yoxdur. İrsən bağlılıq var. Extends yazdınsa, mən birbaşa kimə tabi oluram? Parent class'a və ondan nə varsa ondan şahələnib hər şey əldə etməyə hazıram. Amma bunu yoxlamaq lazımdır. Gəlin burada echo deyim ki, child və yoxlayayım görüm, həqiqətən də info adında mən gedib hər hansı bir ana klassımda olan property əlim çatırmı? Child klassın özünün info adında heç bir property'si yoxdur. Miras olaraq o mənə gələcəkmi? Mən səhifəmdə parent sözü görəcəmmi? Yoxlamaq istəyərəm və run edirəm. Voilà! İşlədi. Miras olaraq mənə oradan ötürüldü. Nə gözəl. Gəlin bir də metod yazın. Gəlin deyim ki, function və hər hansı bir data adında qoy bir, deyək ki, bir metod yazmaq istəyirəm. Və o da mənə return olaraq
qaytarsın Cody.ask belə bir string qaytardı, mənə bəsdir. Qarşısında heç nə yazmıramsa bu publicdir və gördüyünüz kimi child classda yenə də hələ də heç nə yoxdur. Amma görəsən burada data yazıb həmin metodu çağıra bilərəmmi? İrsən miras olaraq mənə ötürülmüş olmalıdır. Metodun özü də, onu da çox yoxlamaq istəyirəm və run edirəm. Kod yaz. Bax, budur həqiqətən də. Fransızlar deyir voilà, bizlər isə deyirik bax budur. Həqiqətən də möhtəşəm. İrsən mən həm property-ni, həm də metodu ötürə bildim. Gəlin sizə bu klasslar arası hər hansı bir metod və ya xasə ötürülərkən başqa hansı formanı ala bilir onu göstərim. Amma əslində buna dair ayrıca bir mövzumuz olacaq. Amma mənim ana klassımdan ötürülə biləcək övlad klasslara hər hansı bir məlumat ola bilsin ki açıqda deyil, biz ona public deyirik. Protected də ola bilər. Yəni qorunması vacib olan. Bir fikir verin ki, mən nə etmək istəyəcəm? Mən public adında bir fikir verin ki, mənim indi bu saat public olan, gəlin buranı dəyişim, datanı edim info yenə. Public olan mənim hal-hazırda bir property'm var. Mən qayıdıb refresh eləsəm parent sözü gələcəkdir. Qeyri-adi bir şey deyil. Amma public'i desəm ki, yox bir dəqiqə, qorunmuş halda göndərilsin, obyektin bundan xəbəri olmasın. Klassın xəbəri olsun, obyektin yox. Baxın, görün nəyi göstərmək istəyirəm və bilə-bilə belə bir şey yazım. Protected. Fikir verin. İndi hal-hazırda mən icra eləsəm, o deyəcək ki, həmin xasiyə əlim çatmır. O bir qorunmuş moddadır. Protected haldadır. Protected açarı həqiqətən də icazə verir ki, klass içində tanınsın, birazdan göstərəcəm. Amma obyekt olaraq əli çatmasın. Çox maraqlı bir, deyərdim, təhlükəsiz hər hansı bir dəyəri ötürmə imkanıdır klasslar arası, obyekt arası çox maraqlı bir strukturdur. Çox daha dərin getmək istəmirəm. Ona dair dediyim kimi əlavə informasiya verəcəm, amma bir dəqiqə. Mən yenə də parent sözünü görmək istəyərdim. Bu mümkündürmü? Və fikir verin ki, protected yazdımsa, istər funksiya olsun, fərqi yoxdur. Gəlin burada data yazın və öz funksiyamın qarşısına, yəni metodumun qarşısına belə. İndi bu saat datanı çağırsam işləyir çünki publicdir. Amma bura bir protected desəm və icra eləsəm yenə problem alaram. Deyək ki, axı obyektə icazə vermirsən. Bu bir qorunmuş halıdır. Hər şey düzdür. Amma gəlin, mən bilə-bilə özümün indi bu saat burada mənim child klassımda özüm bilə-bilə bir gəlin construct yazım və yoxlayaq görək ki, həqiqətən də əlim ona çatarmı ya yox. Və hətta belə bir şey yazım. İlahi, istəyirəm mövzuları bir-biri ilə qarışdırmayım. Çox neytral yazım hər şeyi, amma görək alınarmı ya yox. Və getdik. Function, mən artıq construct nədir bilirəm. Və gəlin burada özüm üçün bir maraqlı formada görüm hər hansı bir fərqli child info adında bir deməli çalışacağım özümdə child info adında özümdə bir deyək ki xasə yaradım və dəyəri verim sözü gedən this, axı onsuz da bağlılığımız var, düzdürmü? This info yuxarıdan mənə 100% o ötürülür, düzdürmü? Hətta onu etmədən qabaq elə burada echo deyim, heç dəyişən yaratmayayım. Birbaşa belə deyim. Deyim ki, gəlin buranı bir anlıq komment edeyim. Obyekt yaranan kimi child yaranır, child'dan yaranır, düzdürmü? Obyekt yaranan kimi construct işləsin. Mən bunu bilirəm. Amma işləyərkən geçsin info var ha, valideyndə olan. Onu götürüb çapa versin. Və işləyərmi ya yox? İşləyir, həqiqətən də işləyir. Class arası protected olsa da əli çatır. Class arası. Amma birbaşa çağıra bilmirəm. Görəsən ekon əvəzinə
Mən belə bir şey yaza bilərəmmi? Gəlin deyək ki, child info adında mən özümə bir property yaradım. Birinci belə işləyərmi? Gedib mən bütün biliklərimi yada salmaq istəyirəm. Child info var. Onu bura atsam, çağırmaq istəsəm, vardı o burada, düzdürmü? Var burada. Onu çağırmaq istəyirəm. Amma gəlin belə də yazım, çünki child info məndə property olması lazımdır. Yoxlayıram da yadıma salmaq istəyirəm. Unutmuşam. Bir səhvlər görərəkdən. O deyir ki, child info kimdir ki? Mənim ona əlim çatmır. Necə çatmır? Axı o buradadır. Bəlkə qarşısına public yazmaq lazımdır. Hamısını yoxlamaq istəyirəm. Belə bir şey. Və run eləmək istəyirəm. Və deyir ki, bu nədir belə? Anlamadım. Nədirsə düz deyil. Tamam. Bir dəqiqə. Əgər bu mənim obyektimin deməli property'si, xassəsi olmalıdırsa, onda bir dəqiqə onun this yazma məncə tam bəhs edir. Hələ bilmirəm, amma bundan hamısını burada yoxlamaq istəyirəm və indi bu saat child info yazdım və gedirəm run edirəm. Məsələ ondadır ki, məndə indi bu saat icazə vermir belə bir hərəkətə imza atım. Deyirəm, Diyanə, mənə mane olan nədir? Və bu zaman tez yadıma düşür ki, bu PHP 8-dir. O mənə deyir ki, gəl belə edək, public yaz, sonra data yox, child info adında özünə heç dəyər vermə. Hər hansı bir elan etmə imkanı yarat, düzdürmü? Qayıt, sonra onu müraciət et. PHP 7 olsaydı bu belə bir şey etməzdi. Biz bunu danışmışıq. Amma PHP 8 deyir ki, sən özünün child infosundan danışırsansa, hanı o, harda elan edilib, ona görə belə maraqlı bir yöntemdir. Amma mövzumuz nədir? Protected infoya. Mən burada əlim çatır. Amma indi bu saat gedib protected dəyişsəm private, onda bu deməkdir ki, print yox, private, onda mən qayıdıb hətta class içi, yəni mən övlad olaraq ana klasımda protected olsa da əlim çatırdısa, amma ana klasıma private desələr, private'in gücü o qədərdir ki, deyir, nə yarattınsa ancaq bu klasın içində əlini çata bilər. Sən miras olaraq onu ötürə bilmərsən. Nə maraqlı, mən bax belə bir mövzuları gözəl bilməliyəm. Bu mövzulara möhtəşəm formada hakim olmalıyam. Mən indidən belə qısa bir anons verdim və biz klaslar arası bilə-bilə istəsək public, private və protected verə bilirik. Səbəbən gözəl bir mövzudur, amma niyə də indidən göstərməyim? Beləliklə mənim əlim istər dataya, istər infoya çata bilər. Əgər protected ya da public desə, private desə, heç cür. Və gəlin eyni zamanda burada infonun əvəzinə data deyim və yenə baxın görüm, onsuz da protecteddir. Əlim çatarmı? Kod yazı gəldi, amma bəhsdir ki, mən bura bir private yazım və gedim run edim, bəli, ona da artıq əl çatmaz, çünki private'dir. Sən özün demirsən ki, bağlıdır, ancaq parent class'ın özü əli çata bilər onlara, amma övladı olsa belə əl çatmamalıdır, çünki məhz private'dir, özünə özəl olan bir məqamdır deyə vurğulayıram. Mən beləliklə görün nə maraqlı mövzuya artıq indidən yiyələndim. Mən bundan qabaq protected'i göstərmək üçün child'ın içində construct göstərdim və hətta mənim üçün çox rahatdır obyekti olanın constructına nəsə yazmaq, amma bu dəfə istəyirəm valideyn olan klasa mən construct yazım ki function və sadəcə construct və burada sadəcə deyim ki echo parent class, belə bir şey yazmaq istəyirəm və öyrənmək istəyirəm. Görəsən, parent'in özündə construct varsa, o birbaşa mənim child classıma
ötürüləcəkmi? Obyekt yaradan kimi axı konstruct birinci işləyir varsa child klassın özündə yoxdur. Amma onun ana valideyn klassında var. O işləyərmi və gedirəm burada run edirəm. Parent class. Ana gözəl. Sən demə bir çox şeylər parentə təşkil olunubsa konstruktun içində. Vəssalam. Deməli mənə də ötürüləcəkdir. Və hətta bu deməkdir ki, yenə də deyirəm, bu mənə bəhsdir ki, bütün prosesləri mən özüm üçün parentdə təşkil edim. Məsələn, parentdə deyə bilərəm ki, function, düzdürmü? Və gəlin deyim ki, show name. Belə bir şey yazdım, qeyri-adi bir şey demirəm. Və burada name adında özüm üçün bir deyək ki, parametrini təşkil edirəm və indi bu saat show name'də deyirəm ki, return, gəlin burada deyim ki, name qoşan nöqtə və buradaca gəlin name yazım, qeyri-adi bir şey deyil və nə etmək istəyərəm? Mən burada echo'da gəlin echo deyim, bir problem deyil. Echo'da sadəcə demək istəyirəm ki, this show name deyəcəm, show name, belə bir şey yazım. Və indi bu saat aydın məsələdir ki, mən gəlin deyək ki, hal-hazırda by default deyim ki, name olsun Samir, by default. Amma sadəcə görmək istəyirəm, işləyərmi? Qaydıram, run edirəm, name Samir. Amma məsələ ondadır ki, mən konstruktda axı özüm bir neçə məqamı ötürə də bilirəm. Və gəlin burada deyim ki, name, niyə də yox, name yazmaq istəyirəm və həmin sözü gedən name'i burada vermək istəyirəm. Mən özüm bilə-bilə show name adında metoddakı bu parametrdə olan adı konstruktda da yazdım. Hətta onu ötürdüm show name'ə. İstəyirəm göstərəm ki, çəkinməyin, narahat olmayın. Bu name'lə heç bir eyniliyi yəni yoxdur. Sadəcə adı yazılışı eynidir, amma ikisi də fərqli parametrlərdir. Məsələ ondadır ki, mən artıq konstruktda dedimsə, parent konstruktda dedimsə, mütləq şəkildə ad parametrik olaraq ötürülməlidir. Onda bir fikir edin ki, mən child classda indi bu saat belə heç nə yazmayıb çağırsam, deyək ki, konstruktorda dedin axı, mütləq bir ad ötürəcəm sənə. Bəs hanı? Gəlin burada deyək ki, azad və run edim. Voilà. Və hətta indi bu saat görəsən belə bir şey yaza bilərəmmi? Name azad. Parametrik yanaşıram. PHP 8 mənə icazə verir və gözəl. Görün, nə maraqlı bir şeydir. Və konstruktda mən default versəydim problem olmazdı. Amma çox maraqlıdır. Mənim parent klassımda metod var. Onu konstruktunda çağırıram. Konstruktunda hətta parametrik bir ehtiyac olduğunu da göstərirəm. Amma child klassında heç nə yoxdur. Ona baxmayaraq qurduğum algoritmik ehtiyac, qurduğum mənim bütün işim təşkil etdiyim hər şey miras olaraq child'a ötürülür və mən orada bütün işlərimi miras olaraq çağırıb istifadə edə bilirəm. OP dünyası həqiqətən də çox maraqlıdır və sən demə bizim dünyamızda var deyə miras insan həyatında bir insandan o birisi insana keçən o qədər amillər var ki, miras olaraq və ya irsi olaraq ona görə proqramlaşdırmaya gətiriblər. Hərdən də valideynlərin biri o birisinə deyir ki, ona bax sənə oxşayır. Hər hansı bir xasiyyətdə və yaxud da ki, üz cizgilərində bu var deyə proqramlaşdırmada da var. Amma bu dəfə istəyərəm çox şahəli bir mirası burada təşkil edək. Multi-level inheritance. Bir klass başqa bir klassdan törənir, o da başqa bir klassdan törənir. Deyək ki, bağlılığı, özə zəncirvari bağlılığı təşkil etmək istəyirəm və gəlin klass yazım. Klass və deyək ki, first. Bax, belə bir şey yazmaq istəyirəm və onun içində ancaq və ancaq bir metod yazacağım. Function first. Hətta belə bir
metod olsun ve diyeyim ki echo first. Bak, belə bir şey yazsam məncə bəs edir. Bu birinci mənim klasım olsun. Adını first koydum. Sonra yine yazıram class ve bu defa olsun second. Bak, belə bir şey. Ama extend edir. Bunu unutmayaq ki, extend adında açar sözüne ihtiyacım var ki artık irsən bağlansın first classına. First. Bu kadar. Ama ben bu first'ten sonra başka bir şeyleri yazamıram. Tutalım 5, tutalım 6. Böyle bir şeyler yazamırıq. Extend yalnız ve yalnız bir class olur. PHP dili belə təşkil olunub extend açarı ilə. Və getdik. Mən artıq second classımı first classla bağladım və fikir verin ki, second classda isə sadəcə yenə də function deyəcəm və function deyirəm və burada vurğulayıram ki, second adında qoy niyə də olmasın bir metod var və burada da echo second diyeyim olsun əla. Qeyri-adi bir şey değil ve üçüncü. Siz ne kadar sizi yaradın da mənə üçüncü bəs edir. Ve üçüncüde diyeyim ki class third niye de yok ve burada da burada da extend diyeceğim. O da gelir məhz second'dan bağlanır. Zəncirvari bağlantıya fikir verin. Ve burada ne etmək istəyəcəm? Burada gəlin deyim ki function ve function olsun elə third niyə də yox və echo diyeyim ki third, başka bir şey de demeyeyim. Bu da olsun üçüncü. Fikir verin, first en başta en birinci, second ikinci ama bağlıdır first'la. Third, üçüncü mənim klasımdır, adını belə qoymuşam. O yalnız və yalnız second'dan bağlıdır. Yəni onun üçün ana valideyn second'dır. Second üçün ana valideyn first. İndi isə ən maraqlısı. Gəlin deyək ki, mən bir obyekt yaradım və çox maraqlıdır ki, gəlin level adında qoy bir dəyişənim olsun. O da obyekt olarak deməli bağlansın, obyekt olsun yalnız ve yalnız third adında klasın. Başka bir şey istəmirəm. Bu kadar. Və salam. Birinci baxım görüm ay Allah, səhv var mı, yok mu? Və baxım görüm ki, gəlin buranı yenileyim. Error yoxdur. Nə maraqlı. Çox şahəli multi-level bağlantı təşkil olunub. Ən azı error yoxdur. İndi isə maraqlı tərəf başlasın deyirəm. Gəlin burada sadəcə level və onsuz da echo eləmişəm deyə qarşısına da echo yazmam. Bütün mənim metodlarım birbaşa nə isə çapa verəcəkdir. Və birinci echo third deyirəm. Düzdürmü? Özünün, yalnız özünün third adında public olaraq metodu var. Baxın görün mənə verər mi? Third gəldi. Əla. İndi isə hətta nə edərəm, qoy bu qalsın. Ya da tamam, comment eləyim. Deyim ki level və bu dəfə də second var ya yox onu öyrənmək istəyirəm. Valideynindən ki alabilirim, düzdürmü? Öz second adında valideynimdən mənə miras olaraq gəlir sözü gedən metod. Baxın görüm second gələrmi? Gəldi. İndi ən maraqlısı. Bəs first işləyərmi? Bunu da komment aldım. Bu da mənim üçün çox maraqlı olar. Və getdik. Deyim ki, yenə də level və burada first deyirəm. Həddən ziyadə mənə maraqlıdır. O da gedib elə bir mənim deməli valideynimdir. First isə valideynimin valideynidir. Sanki bir babadır mənim üçün. Ondan nədirsə mənə mənəvi ötürülə bilirmi belə bir bağlantı? Çünkü insan hayatında var diye belə bir şey burada var. Gəlin baxaq. Və indi bu saat run edirəm first. Nə gözəl. Hamısı işlədi. Mən çalışıram ziddiyyət baş verəbiləcək bir şey indiki bugünkü mövzuda yazmayayım. Çünkü çox maraqlı mövzular hələ sizi gözləyir. Amma nə gözəl bir fikir verin. Hətta hamısının yanına bir
boşluq qoyum sonda və istəyəcəm indi bu saat 3-ünü də birdən çağırım. 3-ünü birdən çağırmaqda sadəcə məqsəd ondadır ki, doğrudan da 3-ü də işləyir. Özəl third, second, first kimi çağırmışam. Baxaq görək ki, nəticədə nə alıram? Third, second, first. Ayda, nə gözəl. Mən ən sadə yollarla ən maraqlı mövzunu göstərib icra etməyə çalışıram və fikir verin. Valideynində belə nəsə varsa, ötürülə biləcək bir statusdadırsa, bir-birinə mane olmur, ziddiyyət yoxdursa, o mənə axıra kimi gəlib çıxacaq. Nə maraqlıdır. Baxın, inheritance budur. Gəlin sonda da çox maraqlı bir praktik edək və artıq ilk birinci tanışlığımızı OP dünyasında miras nədir və inheritance, irsən, ötürülmə necə təşkil olunur gördük. Amma praktikada başqa bir şey də eləmək istəyirəm. Bir ana klası yaradım, 2 övlad klasları yaradım. Müstəqil olaraq sərbəst bir klaslar olsun, amma ikisi də geçsin, bir klasa bağlansın və o klasda dəyişiklik eləsəm, özünü necə göstərər övlad klaslarında və obyektlərində. Bax, onu da tanıyaq. Bundan sonra artıq biləcək ki, hə, sən demə, OP dünyasında bu irsən mövcud olan imkanlar necə təşkil olunur? Artıq yadda saxlayacaq. Bax, bu da əsasdır proqramlaşdırmada. Biləsən ki, necə işləyir. Və əslində heyvanlar aləmindən, nə bilim, bitkilərdən, meyvələrdən, nədən istəsən, maşınlardan, hər şeydən bir misal çəkib burada göstərmək olar. Çünki həqiqətən də bunlar hamısı bir ailədir. Meyvə ailəsi, deyək ki, heyvanlar aləmi ailəsi. Yəni, klass da, sinif də bu deməkdir. Nəysə, böyük bir varlığı təmsil edəndir. Və mən misalımı nədən versəm yaxşıdır? Gəlin bir klas yazım. Deyim ki, hətta qoy meyvələrdən olsun və ana bir meyvə kateqoriyası, meyvə klası, sinfi çox az istifadə etdiyim sözdür. Klası yaradım və bundan sonra istəyir çiyələk olsun, istəyir hər hansı bir başqa bir, deyək ki, meyvə, qarpızdır, nə bilim, deyək ki, almadır, nə olur olsun yazsam belə, ana valideyn fruit olsun istəyirəm və getdik. Hətta burada nə etmək istəyəcəm? Gəlin birbaşa, elə burada deyim ki, public color, deyək ki, belədir ki, çox zamanda hətta dəyər də verməyə də bilərəm, amma bilə-bilə dəyər verim ki, görüm sonradan nə olacaq. Gəlin burada deyim ki, no color yaza bilərəm və yaxud da ki, undefined, undefined ya da məsələn bitki aləmidir, gəlin deyək bitki aləmidir, gəlin deyək green. Çox da düşünürük biz bu rəngi barədə. Hətta sonra deyək ki, function, niyə də yox, bir funksiya yazaq və burada istəyərəm show info adında qoy bir deməli məlumat olsun və çağıranda birbaşa echo deyim. Məsələn, return istifadə edirəm bir məna olaraq, amma indi bu saat göstərmə, nümayiş etmək niyyətim var deyə return yazmıram və getdik. Echo'da deyirəm ki, elə burada bir tekstdə əslində yazmaq istəyirəm. Hətta nə deyərəm, fruit color və hətta burada deyərəm, qoy elə burada yaşasın, this color, this color. Mən nəysə düz yazmadım. Niyə belə oldu? Bir saniyə. This color, əla. Məncə indi yaxşıdır. Beləliklə, məndə color adında bir xassə var, property və show info adında metod var. Getdik. Gəlin bir klas yaradım. Məsələn, Apple. Və extend dedim. Niyə də yox? Extend və deyim ki, fruitdən extend olunacaqdır və hələ ki içində heç nə yazmayayım. Eyni zamanda gedin başqa bir deyək ki, klas yaradım. O da olsun, məsələn, nə olsun ilahi, hər bir şey
Gəlin bir dənə pear yazaq, niyə də yox. Qoy o da extend olsun. İstənilən meyvəni yaza bilərsiniz əslində. O da fruitdən olsun və içinə hələ ki yazmıram. Yazmıram da, amma iki ayrı klass artıq yaza bilərəm. Gəlin deyim ki, obyekt, iki ayrı obyekt yaza bilərəm. Məsələn, apple bərabərdir, niyə də yox. New apple. Əla. Və eyni zamanda indidən deyim ki, məsələn, pear qoy bərabər olsun new pear. Gözəl də təşkil olundu. Sadəcə bir dənə echo deyim. Gəlin ümumiyyətlə yoxlayım, görüm ki, bir səhvim var ya yox. Hər şey gözəl, error yoxdur. Sadəcə echo apple və bu meyvənin məsələn nəysə düzələmədim. Bu meyvənin məsələn rəngini görüb almaq istəyirəm. Mən özüm heç nə deməmişəm. Amma run edirəm, green gəldi. Onun söz yox. Mən belədir ki, dəyişmək istəyirəm. Fikir verin ki, Apple-ın özünün yoxdur heç nəyi. Amma gedib deyə bilərəm ki, Apple color bərabərdir hər hansı bir rəng. Fərqi yoxdur. Gəlin deyək ki, yellow. Tamam. Və indi bu saat gelib desəm ki, göstər mənə zəhmət olmasa, almanın indi bu saat rəngi nədir və color deyirəm. Mən əslində color parent olan fruit'in həmin o fruit klassın property'sidir. Amma maraqlı deyil, mən onu sanki dəyişdim. Bir yoxlayaq görək ki, green'dən yellow ola bildi mi? Yellow. Amma maraqlı bilirsiniz nədir? Mən indi getsəm, pear'da desəm echo, pear və color. Düzdürmü? Alma ilə mən rəngi dəyişib sarı elədim. Bilmək istəyirəm ki, bəs indi bu saat pear'dən istəsəm rəngi görməyə, mən 2 dənə yellow görəcəm, yəni almanın yellowsunu və eyni zamanda bir fikir verin ki, mən pear'də hələ heç bir ümumiyyətlə fikrim də yoxdur ki, armudda rəngi verim. Sadəcə mənə maraqlıdır. Bu armudun indi bu saat pear hər hansı bir rəngi varmı? Varsa nə rəngdir? Yoxsa alma sarı elədirsə, bu da sarı oldu və baxım görüm ki, yaşıl. Sən demə, alma gedir, alma klası gedir, fruitlə bağlanır və orada aralarında nə dəyişdinsə onların arasındadır. Amma pear'lə mən hələ heç bir şey etməmişəm deyə fruitlə olan bağlantısında meyvədə nə varsa klassda o da qalır. Nə gözəl. Bu deməkdir ki, Apple'da dəyişdimsə pear'də dəyişmir. Və gəlin deyək ki, armudda da dəyişmək niyyətim var. Gəlin ki, armud deyirəm, özüm alma yazıram. Pear color, düzdürmü? Və nə deyə ilahi? Gəlin yellow rəngini artıq istifadə etmişəm. Əslində armudu əslində yaxşı olardı ki, sarı eləyək. Amma eyb yox. Deyək ki, qalıb qaralıb black deyim buna və baxaq görək ki, dəyişərmi rəng? Nə gözəl, nə maraqlı. Hətta burada hər ikisində gedək, boşluq yaradaq və burada da boşluq yaradaq. Hər ehtimal bir-birinə yapışmasın və run edirəm. Yellow, black. Möhtəşəm. Hətta göstərməyə bilərəm. Sadəcə Apple'da hər hansı bir səbəbdən dəyişirəm. Rəngi əla. Amma mənim işim axı metodum var, düzdürmü? Mənim işim metodu çağırmaqdır. Yəni deyə bilərəm ki, Apple show info. Yəni qoy xahiş edirəm rəngə dair bütün informasiyanı, ay Allah, bütün informasiyanı o versin. Apple show info. Nədənsə mənə vermək istəmir bunu. Tamam. Və baxmaq istəyirəm ki, nəyisə düz yazmamışam. Show info. Səhv yazmışam. Tamam. İndi bu saat almanın informasiyasını görmək istəyirəm. Fruit color yellow. Gəlin black'ı hələ ki buradan yığışdıraq. Fruit color yellow. Möhtəşəm. İndi isə istəyərəm. Burada baxım. Deyim ki, pear
və hətta burada deyim ki, show info və heç nə eləmirəm. Aydın məsələdir ki, hətta mənim daha da maraqlı olsun deyə növbəti sətrə ehtiyacım var, bir belə yazım. Və indi bu saat run edəyəm, fruit color black. Möhtəşəm, nə maraqlı. Armudun öz rəngi, baxmayaraq ki, ana klassım bu ikisi üçün eynidir. Və belə yadda saxlayaq. Sən demə, klasslar, iki klasslar, bir deməli ana klassa bağlanırsa, o demək deyil. Burada nə dəyişdimsə, demək ki, bağlanan hər kəsə o şamildir. Düzdür, belə bir pattern var, belə bir imkan var, amma o başqadır. Ona bilə-bilə gəlmək lazımdır. Normalda mən heç bir müdaxilə etməmişəmsə, sən demə, Apple ilə Fruit'in arasında olan hər hansı bir dəyişiklik Pear ilə Fruit'in arasında əks olunmur. Nə maraqlı, belə bir imkanı, belə bir şeyi yadda saxlayıq. Çünki bundan sonra biz qorxmadan İstənilən klassımızı başqa, amma vahid bir klassa bağlaya bilirik. Apple yazdım, Fruit'e bağlaya bilərəm, narahat deyiləm. Pear yaratdım, Fruit'e bağlaya bilərəm. Banana yaratdım, Fruit'e bağlaya bilərəm. Nə istəsəm yaratdım, edə bilərəm və belədir ki, bilirəm. Apple başqa, Pear başqa, Banana başqa. Möhtəşəm. Beləliklə, OP dünyası belə təşkil olunur. Ən bəsit misallarda ən böyük və maraqlı mövzunu göstərməyə cəhd elədim. Bilin, sizin bundan sonra OP dünyanız belə start biliklə başlayır. Mən əlimdən gələni edirəm ki, PHP dünyasında və başqa mən burada bu kanalda dediyim dillərdə OP dünyasına çəkinmədən, qorxmadan gələsiniz. Bir neçəsində uğursuz bir də görürsünüz ki, başlanğıcı olur və deyir ki, yox, OP mənlik deyil. Əsla. Əksinə, nə qədər uğursuz sizin başlanğıcınız olsa, nə qədər test eləsəniz, nə qədər error görsəniz, bir o qədər gələcəyin 100% peşəkarı olacaqsınız. Mən də ən sadədən başladım. Çünki irsi məsələlərdə o qədər fərqli məqamlar var ki, mən istəmədim ilk birinci mövzuda birbaşa o fərqliliyi də göstərim. Yox, asta-asta istəyirəm görəsiniz ki, nə qədər maraqlıymış miras klasslar arası təşkil olunanda. Çünki bizim həyatımızda irsi bağlantı var, irsi ötürmələr var. Bir valideyndən övladına o qədər maraqlı irsi imkanlar ötürülür ki, üzdən tutmuş xasiyyətə kimi, bəlkə də valideyn rəssam olub, övlad da rəssamdır və s. və ilaxır. Deyirsən ki, ayda, sən demə proqramlaşdırmada da bu var, ona görə də tələsmədən hər şeyi öyrənəcəyik. Və bu səbəblə də Kozas kanalına abunə oluruq və OP dünyası ilə daha da maraqlı şəkildə tanış oluruq. Nəinki sizdən sonra başqaları da bilsin deyə mütləq şəkildə like, paylaşım və digərlərini də deyirsiniz ki, bizə qoşulsunlar və sayımız artsın. Sağ olun, sağ salamat.